Salam uşaqlar, gəlin sizinlə mövzu 7.4 neytrallaşma reaksiyalarının tapşırıqlarına baxaq. Başlayırıq öyrəndiklərinizi tətbiq edindən. Burada deyilir ki, eşik arası sandırmış əlin sancısını azaltmaq üçün sirkə turşusundan istifadə etmək olarmı? Fikrinizi əsaslandırın. Bəli uşaqlar. Niyə bəli? Çünki eşik arası sancanda dəri altında əsasi mühit olan məhlul ifraz edilir. Həmin o belə deyək, məhlulda əsasi mühit var. Və biz də bu ağrını azaltmaq üçün, mühiti neytrallaşdırmaq üçün demək, sirkə turşusundan istifadə edə bilərik. Çünki bilirik ki, turşular əsasları neytrallaşdırır, əsaslar turşuları neytrallaşdırır. Əsasi mühit varsa neytrallaşması üçün gərək turş mühiti olan bir məhlul əlavə edək. Sirkə turşusunu əlavə edirik və bu zaman mühit neytrallaşdırıldığı üçün əlin sancısı da, acısı da azalır. Belə. Sonra ikincisi deyir ki, pH bərabər 4 olan məhlulu, 10 ml məhlulu tam neytrallaşdırmaq üçün onun üzərinə pH 10 olan məhlula neçə mililitr əlavə etmək lazımdır. Uşaqlar, bilirik ki, neytral mühitdə pH neçəyə bərabərdir? 7-yə. 4 buradadır. 10 da bu yandadır. 7-dən böyükdür. 7-dən kiçikdir. Bu da 3 vaid məsafədədir. Bu da 3 vaid məsafədədir. Elə deyilmi? Demək ki, bunlar belə deyək də, neytral mühitdən eyni məsafədədirlər. Aydın 10-dan 7-dən çıxanda 3 eləyir, 7-dən 4-ə çıxanda yenə 3 eləyir. O zaman siz elə bərabər həcmlə məhlul götürməlisiniz ki, bu məhlul tam neytrallaşır. Ona görə də deyəcəksiniz ki, 10 ml məhlul əlavə etməlisiniz. Belə. Sonra keçdik öyrəndiklərinizi yoxlayın. Deyir ki, A və B duzlarının məhlullarına metlaranj əlavə edilir. A duzunun məhlulu sarı, B duzunun məhlulu isə qırmızı rəngə boyanır. Məhlulların təxmini pH-ını müəyyən edin. Əgər A-da deyir ki, sarı rəngə boyanır. Əgər A-da sarı rəngə boyanırsa, biz bilirik ki, metlaranj əsasi mühitdə sarı rəngə boyayır məhlulu, deyilmi? Demək ki, burada əsasi mühitdir və əsasi mühitin də pH-ı 7-dən böyük olur. A məhlulu üçün, A duzunun məhlulu üçün də, yəni yazırsınız ki, pH böyükdür 7-dən. Daha sonra B-də deyir, qırmızı rəngə boyanır. Metlaranj nə vaxt qırmızı rəngə boyanır? Təbii ki, turş mühitdə. Turş mühitdə də məhlulun pH-ı 7-dən kiçik olur. B-nin məhlulu üçün də yazırsınız ki, pH kiçikdir 7. Təqribən, yəni bu şəkildə qeyd edə bilirik. Dəqiq bizə maddə verilsə də deyərdik, amma dəqiq verilmədiyi üçün maddə deyə bilmirik. Elə orada bizdən təxmin istəyir zaten. Bu şəkildə yazırsınız. Keçdik ki, deyir, kalium hidroksid məhlulu ilə nitrat turşusu məhlulu arasında baş verən neytrallaşma reaksiyasının söz tənliyini tərtib edin. Yazıram buradan, aşağıdan. Kalium hidroksid və nitrat turşusu. Ümumiyyətlə, neytrallaşma reaksiyaları uşaqlar turşular və əsaslar arasında gedir. Duz və su alınması ilə. Turşular və əsaslar arasında duz və su alınması ilə gedən reaksiyalara deyilir neytrallaşma reaksiyaları. Buradan alınır kalium nitrat duzu və H2O. Baxın, buradakı OH-la H birləşir, su şəklində ayrılır. Və kaliumla qalan yerdə NO3-də birləşir, kalium nitrat duzunu əmələ gətirir. Söz tənliyini istəyir bizdən. Söz tənliyini bu şəkildə yazacaqsınız. Kalium hidroksid plus nitrat turşusu, mən qısa yazacağım, yeri yoxdur deyə, alınır kalium nitrat və plus su. Söz tənliyində bu şəkildə yazırsınız. Belə uşaqlar, bu qədər. Hər hansı bir sualınız yaranarsa, şərh bölməsində qeyd etməyi unutmayın və zəhmət olmasa videonu bəyənək və kanala abunə olun ki, növbəti videolardan xəbəriniz olsun. Hələlik.